2025-də qız bürcünü gözləyən əsas tendensiyalar və hadisələr müxtəlif sahələrdə fərqliliklər yaradacaq. Qız bürcünün insanları mükəmməllik, sistemlilik və detalçılığa çox meyillidirlər. Bu səbəbdən 2025-də daha çox təşkilatçılığa, planlaşdırmaya və şəxsi inkişaf sahəsində müsbət dəyişikliklərə doğru irəliləyəcəklər. Bu il əsasən qız bürcünün praktiki yanaşmalarını mükafatlandıracaq. Ümumi təhlil: 2025-də qız bürcünün üzvləri ciddi inkişaf mərhələsindən keçəcək, xüsusilə özlərini yeniləmək və inkişaf etdirmək istiqamətində. Bu, həm şəxsi həyatda, həm də iş sahəsində böyük irəliləyişlər və uğurlar gətirə bilər. Ulduzlar qız bürcünün işlərində daha mütəşəkkil olmasına kömək edəcək və onların planlarını reallaşdırmağa imkan verəcək. Karyera və iş həyatı: 2025-də qız bürcü üçün iş həyatında böyük dəyişikliklər və inkişaflar təklif edir. Bu il daha çox mükafatlandırılma, yeni layihələrə rəhbərlik etmə və həmçinin yüksək mövqelərə yüksəlmə şansı olacaq. Qız bürcü insanları yüksək səy göstərərək daha çox diqqət və qiymətləndirmə qazana bilərlər. Ulduzlar onların fəaliyyətlərini nəzərdən keçirərək yeni iş imkanları və təkliflər gətirəcək. Həmçinin qızlar üçün əməkdaşlıq və komandada işləməkdə çətinliklər ola bilər. Birlikdə işləmək və başqalarına öz fikirlərini anlatmaqda bəzən çətinlik yaşaya bilərlər. Amma bu, onlara müsbət tərəfdən inkişaf etmələri və daha açıq fikirləri qəbul etmələri üçün bir fürsət də verəcək. Ailə və şəxsi həyat: ailə və şəxsi həyat sahəsində 2025-də qız bürcü üçün balans yaratmaq üçün ideal bir il olacaq. Çox vaxt qız bürcü öz işlərinə və detallarına çox fokuslandığı üçün şəxsi münasibətlərə az vaxt ayıra bilirlər. Amma bu il onların şəxsi həyatında yeniliklər və dəyişikliklər baş verə bilər. Əgər artıq münasibətləri varsa, bu il onların daha dərin və davamlı olmasına səbəb ola bilər. Əgər hələ də münasibət qurmaq istəyirlərsə, 2025-də gözlənilən astroloji təzyiqlər onlara ideal tərəfdaş tapmaqda kömək edəcək. Həmçinin, qızlar ailələri ilə daha çox vaxt keçirə bilər və uşaqları, qohumları ilə bağlı bəzi gözlənilməz anlar yaşana bilər. Bu, ailə əlaqələrinin daha da güclənməsinə səbəb olacaq. Sağlamlıq və fiziki həyat: qız bürcünün sağlamlıq məsələlərinə olan diqqəti 2025-də artacaq. Onlar öz fiziki sağlamlıqlarına daha çox diqqət yetirəcək, yeni idman növlərinə başlaya bilər və bədənlərini yaxşılaşdırmaq üçün müxtəlif proqramlara qoşulacaqlar. Xüsusilə, stresin idarə olunmasına və meditasiya kimi zehni sağlamlıq texnikalarına yönələcəklər. Biraz da riskli tərəfləri olan bu dövr, onların bəzən özlərini çox yükləmələri və həddindən artıq stres altında olmaları ilə də müşahidə oluna bilər. Buna görə də özlərini idarə etməyi öyrənmələri vacibdir. Maliyyə və iqtisadiyyat: maliyyə sahəsində 2025-də qız bürcü üçün gəlirlərini artırmaq və borclarından azad olmaq baxımından uğurlu olacaq. Ancaq bu, diqqətlə və düzgün planlaşdırma ilə mümkündür. Qız bürcü insanları pul idarə etməsində öz bacarıqlarını nümayiş etdirərək, gələcəkdə daha stabil maliyyə vəziyyəti yarada bilərlər. Yatırımlar və biznes sahələrində də uğurlar qazanmaları mümkündür. Amma hər bir qərarı diqqətlə dəyərləndirmələri vacibdir. Sevgi və münasibətlər: sevgi həyatında da dəyişikliklər ola bilər. Qız bürcünün qarşısına həm yeni, həm də keçmişdə qaldıqları münasibətlərdən bəzi insanlar çıxa bilər. Qızlar öz hisslərini yaxşı idarə etməli və açıq olmalıdırlar. Bu dövr onların sevgi həyatlarında yeni başlanğıclar və təzə ruh gətirə bilər. Xülasə, qız bürcünü 2025-də gözləyən ən böyük dəyişikliklərdən biri, həyatlarının hər sahəsində daha təşkilatlı və məqsəd yönümlü olmaları olacaq. Bu, işlərində daha çox uğur, şəxsi həyatlarında isə daha balanslı münasibətlər yaratmalarına kömək edəcək. Ancaq özlərini çox yükləməmək və düzgün balansı tapmaq vacibdir. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.